Mənim evdə çox çəkilişlərim olur, müraciət eləmişəm. Mən indi buradan səslənirəm ölkə başçısı cənab İlham Əliyevə, vitse-prezidentimiz Mehriban xanıma. Səslənirəm ki, heç olmasa mənim bu əlillər evi deyəndə sən biraz çıxır. Yəni əlillər evi nətər olur? Hər yerdən bir dənə imarət tikilir. Yəni hərədən bir dənə gətirirlər, olur əlillər evi. Ancaq mənim bu gördüyüm həmin bu çəkilişi aparılan düz qazinin evidir. Dövlət tərəfindən tikilən evdir. O yerdə çəkiliş aparılır. Mənə məsəl üçün maraqlıdır odur ki, bu niyə bu əlillərə baxılmır? Bunun baxılmamağında səbəbi baba göstərirəm sizə. Bax, neçə aydır, 4 aydır. Baba yoldaşım da, babam həmin baba. Bax, görürsən nə gündə qoyub. İndi o haqda danışacağam. Hamısı dəlillə, sübutla. Dializ xəstəsidir. Həftədə 3 dəfə dializ alır. 2, 4, 6-cı günlər dializ alır. Bütün orqanlara. Bax, prezident aparatında olmuşam. Qeydiyyat şöbəsində olmuşam. Həbibdə, baba bu daha, baba həmin təbiblərdə, baba baxın. Baba görürsünüz. Bax, şəkillər bax bu daha. Verilmir. Mənə deyirlər ki, baba bu daha. Dəlillə, sübutla. Görün bu 2 dənə dərmanla dializ xəstəsi yaşaya bilər. Baba, hamısı dəlil, sübutdur bunlar. Bax, heç burada vəbşi böyrəci atkaz oldu. 9 il, 8 il demişlər bizə. Yox, 9 ildə alır. 5 ildə uşaq 44 günlük müharibəsində səfərbərliklə elan olundu, gedildi. Aprel döyüşündə oldu və 44 günlükdə də səfərbərliyinə getdi. Sentyabrın 29-u evdən apardı, voyinkomatdan getdi. Dekabrın 31-i buraxıldı. O xəstə olan şəxsi necə apara bilənlər deyil? Onu indi mən çox müraciət elədim. Dedi, yox, bizdən şikayət eləmə, bizi tutarlar, nə bilim nə. Dedim, axı bu aprel döyüşündən gələndə belinin bunda yırtığı var idi. Bu da tuşlayıcı idi. Nəsə apardılar. İndi kəllə beyin və silkələnməsi bu dəqiqə hal-hazırda məşləğan dərmanı ilə yaşayır. Uşaq indi buradadır. Yəni buraxmışam ki, biraz sərbəstdir. 5 ildir qoyulub. Bunu da bilirsiniz ki, nə qədər qazimi özün yandırıblar, eləyiblər. Mən ancaq Allahım şahiddir ki, qoruyub saxlayıram. Olub ata, mən olmuşam valideyn. Nə deyib qəbul eləyirəm. Çünki qorxuram ki, başına. Çünki onun 2 dənə körpəsi var. Onların körpəsinə kim baxacaq? 3-cü qrup əlildir. Bəli. 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 Cəsur medalları ilə. Bəli. Maliklə deyirsiniz ki, evin əlillər evidir. Əlillər kim deyirsə? Anadan gəlmə uşağımdır. Ailəmdir və qazidir və bir də bacımdır. Yoldaşınız, övladınız, bir də bacınız. Bəli. 2 evladım var. Bəli, 2 dənə evladım var. Oğlan xeylağı. Biri də elə bil anadan gəlmə əlildir. Bu Allahın əlilidir. Yoldaşım Allahın əlilidir. Bacım da Allahın əlilidir. 3 əlil mənə baxır. 3 əlil Allahın əlilidir. Bir dənə dövlətin əlili var. Dövlətin əlinə dövlət belə götürür. Dövlət sahib çıxır. Ancaq məmurlara qoymur. Bax bu göstərdiyim adamlar da həmin baş direktor, Cəlilabadın direktoru Oqtay bu dəqiqə hal-hazırda 4 aydır dərman vermir. Baba resept. Cəlilabadda haranın direktoru? Xəstəxananın. Xəstəxananın direktoru. Baba görsən əlimdəki dəlillə, sübutla danışıram. Deyir mənə deyir ki, tapşırıq verilib ki, yuxarıdan buna tapşırıq veriliblər ki, bilmirəm də indi o kimin nəzər. Mən də bunun nəzərimdə, özümdə nəzərimdə tuturam. Bunun başda duranın, bunları bura təyin eləyən Elnur Azadxanovun vaxtında mən döyüşürəm bunlarla. Elnur Azadxanovun vaxtında Xalid Əhədov, Rəşad Mahmudov. İndi o birisi çıxıb, indi bura girib Əbibin böyücü, Anar Bayramov. Yəqin bunların tapşırığı ilə Oqtay, baş direktor. Önünə də getdim, mənə dedi ki, sən vəbşi hegemonluq eləyirsən, nə bilim, nə eləyirsən? Bəli, deputat, bəli, millət vəkili. Çünki Xalid Əhədovla Rəşad Mahmudov sırf bu dərman işinə baxırlar. Həmin bu xəstələrin dərmanın verməməyin səbəbləri bunlardır. Hacıyev Hikmət Malikoğlu, Hikmət Hacıyev prezidentin köməkçisidir. Onun atasını bilmirəm. Ancaq bu Hikmət Hacıyevin atası mənəm. Hacıyev Malik Ağakərimoğlu. Deyirəm, belə bir yaddadan qalandı ki, prezidentin köməkçisidir bu adam. Yəni, onu yadımdan çıxartmasın, bunu da yadımdan çıxartmasın. İcra başçısı deyir, mənim səlahiyyətimdə deyir, baxmır. İcra başçısına da baxmır. Prezidentin qoyducu Rafi Cəlilovu, Cəlilaba 240 min əhalisi var. Rafi Cəlilovu icra başçısı qoyulub. Bu adam gör, Elnurun vaxtından olub bu. Bu adam gör nə qədər hegemon adamdır ki, həm bu adamlara arxanca Rəşad Mahmudov, bayaqlar dedim, Xalid Əhədovdur.
Bunların arxasında duran bu olduğuna görə o boyda prezidentimiz Rafiq Cəlilov icra başçısı qoyub, bu adam bunun qəbuluna gələ bilmir. Mən burada ölkə başçısına müraciət eləyirəm, Hə. prezidentimizə, vitse-prezidentimizə müraciət eləyirəm ki, mənə kömək eləsin. Bu qurumlara, Xalid Əhədovlar, Rəşad Mahmudova, xəstəxana tapşırıq verilsin ki, Anar Bayramova tapşırıq versin. O da tapşırıq versinlər ki, Oqtaya və şöbə müdiri Xalıq doktor. Pis işinə Xalıq doktor buna qoyub. Nədən olur xanım onun belə? Çünki düzgün damara düşülmədiyinə görə. Demirəm mənə pul, mən heç kimə də deməmişəm ki, bugünkü günə qədər. Hamısı da tanıyırlar məni. Rayon rəhbəri də. Mən demirəm mənə pul ver. 5 ildə işləmirəm, 6 ildə işləmirəm. Uşaq müharibədən gələnlər. Mənə iş verir, mənə nə isə verir. Mənə lazımdır ki, bu əlillərimi dəvə dərmanım versin.